Bugün keçirilən Nain Ses Festivalına mən də dəvətli idim. Leyla xanım Əliyevaya və eyni zamanda bu işi araya ərsəyə gətirən Natalya xanıma, Vikiyə xanıma, zəhməti keçən hər bir insana minnətdarlığımı bildirirəm. Addım-addım olduğu kimi əsasları Qarabağ xalq təbabətindən olan müalicə metodikaları ilə osteopatiyanı birləşdirərək aldığımız nəticələrdə eyni zamanda həm Qarabağ təbabəti ilə, həm osteopatik metodlarla qoyduğumuz diaqnoz və etdiyimiz müalicələr haqqında məlumatlar verdim. Apardığım master-klassda xeyli sayıda insanlar var idi və artıq onların bizə müraciət etmələri, sabah öz yaxınlarını bizə gətirmələri, bu bizim üçün çox sevindiricidir. İnanıram ki, Qarabağ xalq təbabəti və eyni zamanda osteopatiyanın müştərək müalicə metodikası dünyada tanınacaq və bizim hər birimizə, bütün Azərbaycana, Azərbaycanlılara uğur gətirəcək. Sağlam olun, həmişə gözəl, geniş bilgilər verən festivallarda iştirak edin. Təşəkkür edirəm.